Salam əziz izləyicilər. Bugün sizinlə birlikdə trigonometriyadan ilkin anlayışları, yəni nisbətlər, kosinus, sinus, tangens dərəcələrdə hansı qiymətləri alır, bunlar haqqında danışmaq istəyirəm. Gəlin vaxt itirmədən başlayaq. Birinci nisbətləri öyrənməmişdən əvvəl biz düzbucaqlı üçbucaqda katetlərin yerini öyrənməliyik. Gəlin bunlara nəzər yetirək. Məsələn, bizdən yəni öyrənəcəyik ki, bu iki bucaqdır. Yəni bildiyimiz kimi, məsələn, bu üç bucağa mən, yəni bu iki bucağa alfa desəm, digərinə məsələn beta deyim. Hələlik digərinə beta desəm, burada nə baş verəcək? Bizdə alfa bucağının qarşısındakı katet olacaq A, ona bitişik olan katet isə olacaq B. Betonumuz isə bildiyimiz kimi C'dir. Növbəti isə bizim deməli nə olacaq? Beta bucağının qarşısındakı və ona bitişik olan katetimiz. Gördüyümüz kimi beta bucağının qarşısındakı katet B, ona bitişik olan isə A'dır. Əgər bitişik hansıdırsa qarışdırırsınız, məsələn bu bucaqdırsa, buna yəni bitişik olan hansıdır? A katetimizdir. Yəni bu bitişik, bu isə qarşısındakı, amma alfada A qarşısındakı oldu, B isə bitişik katet oldu. Daha sonra keçək nisbətlərə. Nisbətlər haqqında nə öyrənəcəyik biz? Ki, gəlin indi nisbətlər haqqında danışaq. Katet nisbətləri, məsələn, birinci olaraq yazırıq sinus. Sinus nəyə bərabərdir? Sinusumuz bərabərdir, deməli, qarşı katet bölünsün hipotenuza. Qarşı katetimiz nə idi? Məsələn, hər hansı bir bucağı götürək. Əgər sinus alfadırsa, sinus alfa olarsa, qarşı katetimiz A bölünsün B olacaq. Yəni nümunə olaraq bunu da göstərdim. İkinci olaraq kosinus. Kosinus nəyə bərabərdir? Kosinus bərabərdir bitişik katet bölünsün hipotenuz. Yəni yazıram bitişik katet bölünsün hipotenuz. Üçüncü olaraq isə yazıram tangens. Yəni tangens nəyə bərabərdir? Tangens isə bərabərdir qarşı katet bölünsün bitişik katetə. Və son olaraq da kotangens yazırıq. Dördüncü kotangens bərabərdir. Deməli, bərabərdir tangensin tərsi, yəni bitişik katet bölünsün qarşı katetə. Tangensin tərzi kotangensdir, yəni belə də asanlıqla yadda saxlaya bilərsiniz. Bunu qeyd etdikdən sonra isə həmin bu nisbətlərə uyğun bir sual nümunəsinə baxmaq istəyirəm. Bu sual nümunəsi nədir? Gəlin izahına baxaq. Öncə sualı bura yazım. Aha, sualımız belədir. Deməli, bizə burada deməli bucaqları yazmağı unutmuşam. Deməli, betamız buradır. Alfamız da buradır. Aha. Deməli, bizə bir görürüm ki, nə görürəm burada? Düzbucaqlı bir üçbucaq verilib. Katetləri 3, 4 verib və əzbərdən nə bilirəm? Bilirəm ki, 3, 4, 5 Pifaqor üçbucağımız var. Deməli, hipotenuzumuz 5'dir. Və biz, mən daha öncə yazdım ki, nisbətlər yazdım. Yəni tangens və sinus nəyə bərabərdir yazdım. Burada bizə nə verib? Tangens beta plus sinus alfanı tapmağımızı soruşur. Mən bayaq dedim ki, tangensimiz bərabərdir. Deməli, qarşı katet böl bitişik katetə. Qarşı katet böl bitişik katet isə mən burada beta bucağı veribsə betaya baxıram. Betanın qarşısındakı 4, ona bitişik olan isə 3'dür. Birinci nisbətimizi tapdıq. İkinci nisbət olaraq sinus alfanı istəyir bizdən. Alfa bucağını verib mən burada alfaya baxıram. Deməli, bunu da yazaq ki, sinusumuz bərabər idi. Qarşı katet bölünsün hipotenuza. İndi aparıb yerinə qoyuram. Alfanın qarşısında olan katet 3, bitişik olan isə 4'dür. İndi bizdən bunların nəyi soruşur? Cəmini soruşur. Bir dəqiqə. Deməli, mən burada bir yanlışlıq etdim. Üzürlü sayın ki 3 böl 4 yox 3 böl 5 olmalıydı. Çünki mən hipotenuz yazıb amma bitişik kateti bölmüşəm. 3 bölünsün 5 olmalıdır. Niyə? Çünki qarşı katetimiz 3, hipotenuza nisbəti 5. İndi toplayaq çünki gördüyünüz kimi cəmini istəyir. 3'də 4 plus 5'də 100. Bu edəcək 15'də 29. Onu da necə yaza bilərəm? Deməli 1/15'də 14 kimi yaza bilərəm. Bu da oldu bizim son cavabımız, birinci sualımızın cavabı. İndi keçək növbəti sualımıza. Bir dənə də sual izah eləmək istəyirəm. Bu biraz mürəkkəbdir. Yəni indi yazdığımızın məntiqindən daha çətin bir sualdır. İndi sualı yazın. Gəlin sualın həllinə baxaq. Əvvəlcə videonu dayandırıb siz həll etməyə çalışın və daha sonra isə videonu açıb izahına baxa bilərsiniz. İndi isə gəlin izahına baxaq. Deməli,
Sual biraz çətin görünür, amma izahını verəndən sonra asan olduğunu anlayacaqsınız. Deməli, ilk olaraq burada mən nəyə baxıram? Burada görürəm ki, mənim uçbucağım düz bucaq, üç bucaq deyil. Amma mən nə öyrənmişəm? Bilirəm ki, mən nisbətləri tətbiq edə bilmək üçün, sinus, kosinus və digərlərini tətbiq edə bilmək üçün mənim üçbucağım düz bucaq, üç bucaq olmalıdır və mən bunu necə düz bucaq, üç bucağa çevirə bilərəm? Baxıram ki, mən C bucağından bir dənə mail çəksəm, nə alınar? Deməli, düz bucaqlı üç bucaq alınar. Mail çəkdim buradan. İndi bunu çəkəndən sonra gördük ki, hündürlükdür, yəni və düz bucaqlı üç bucaq alındı. 5x isə elə bir ki, mən hələ ona tələsməyək, sonra yazacağım. Deməli, sonra diqqət yetirirəm. Burada tangens B-ni 4'də 3 verib. Tangens necə tapılırdı? Tangens bərabərdir. Qarşı katet bölünsün. Deməli, qarşı katet bölünsün bitişik katete. Əgər bizim 4'də 3'dürsə, deməli qarşı katetimiz 3k, yəni B bucağımızın qarşısındakı 3x deyək. Bitişik katetimiz isə 4'dürsə, deməli 4 nə olacaq? X olacaq. İndi bunu yazdım. Bunu yazandan da sonra deməli mən qarşı katetimi 3x, bitişik katetimi isə 4x tapmışam. Bizdən nə istəyir? Tangens A-nı istəyir. İndi mən bura işarə ilə yazmışam ki, AB BC-yə bərabərdir. Yəni bizim üçbucağımız bərabər yanlıdır. BC-miz 5x-dir. Məsələn, burada M deyək. MB-miz isə 4x-dir. Qalanı nə qalır? X qalır. X'imiz burada, 3x'imiz burada. Tangens A-nı istəyir. Tangens necə tapılırdı? Qarşı katet böl bitişik katet. Burada da yazmışam. A bucağımızın qarşı kateti 3x, ona bitişi olan isə x'dir. Burada x'lər islah gedər. Cavabımız olar 3. Bu sualımızın da həlli belə idi. Əgər cavabını düzgün tapmışdınsa, şərhlərdə qeyd et. İndi keçək növbəti qaydamıza. Növbəti izahımız isə sinus, kosinus. Deməli, növbəti qaydamız isə olacaq. Sinus, kosinus və tangensin dərəcələrdə aldığı qiymətlərdir. Gəlin bunları bir-bir yazaq. Birinci bucağımızdan başlayaq ki, 30 dərəcədən. Sinus 30 dərəcədə alır 2'də 1. Kosinus 30 dərəcədə alır kök 3 bölünsün 2. Tangensimiz isə 30 dərəcədə alır 1 bölünsün kök 3. İkinci 60 dərəcə. Sinus 60 dərəcədə alır kök 3 bölü 2. Kosinus 60 dərəcədə alır 2'də 1. Tangens 60 dərəcədə alır kök 3. Sonra 90 dərəcə. Üçüncü. 90 dərəcə. Deməli 90 dərəcədə sinusumuz alır 1, kosinus alır 0, tangens isə sonsuzdur, yəni hələ təyin olunmayıb. 45 dərəcədə sinus alır kök 2 bölü 2, kosinus yenə kök 2 bölü 2, tangens isə 1. Bu da dərəcələr. İndi isə gələk eyniliklər qaydamıza. Eyniliklər nədir? Eyniliklər odur ki, biz bunları əzbər bilməliyik. Birinci olaraq, tangens alfa bərabərdir sinus alfa bölünsün kosinus alfa. İkinci eyniliyimiz. Sinus kvadrat alfa plus kosinus kvadrat alfa bərabərdir 1'ə. Üçüncü olaraq, sinus bucaq A bərabərdir kosinus 90 çıxılsın bucaq A-ya. 4. Sinus bucaq B bərabərdir kosinus 90 çıx bucaq B. 5. Kosinus bucaq A bərabərdir sinus 90 çıx bucaq A. 6. olaraq da kosinus bucaq B bərabərdir sinus 90 çıx bucaq B. Mən bu son 4 dənənin isbatını da sizə göstərəcəm ki, bunun isbatı necə olur. Bunun isbatı nədir? Mən buradan ikinci bir dənə səhifə açım. Deməli, gəlin bu 3, 4, 5 və 6-cının isbatına baxaq ki, bunun isbatı necədir? Mən bir dənə indi daha sonra da yazacağım, amma isbatına görə indi yazıram ki, biz sinus bucaq A-nı tapmaq üçün
Katetlərdə B-ni bölürük C-yə. Kosinus B-ni tapmaq üçün də B-ni bölürük C-yə. Yəni gördüyünüz kimi bunlar eynidir. Ona görə də mən bərabərlikdən yaza bilərəm. Sinus bucaq A bərabərdir kosinus bucaq B-yə. Bunu tapandan sonra da mən bir dənə düz bucaqlı 3 bucaq çəkirəm. Düz bucaqlı 3 bucağı çəkdim. Burada yazıram, deməli B bucağı, burada A, burada da C bucağı yazıram. Burada 90 dərəcə. Buraya yazıram B, C və A. Gördüyünüz kimi yazdım sinus A. A'mız nədir? Sinuslar necə tapılırdı? Bunu təbii ki əzbər bilməliyik. Sinus tapılırdı. Qarşı katet bölünsün hipotenuz. A'nın qarşı kateti B, hipotenuzu da C'dir. Gördüyünüz gibi B böl C. Sinusda da eyni. B'nin qarşısındakı B'dir. Yəni sinus bucaq B'də. B burada olduğu zaman təbii ki B böl C alınır. Bu birinci üst bucağımız. Çünki ikincide isə iti bucağın biri nə olur? B olur. İndi mən burada nəyə diqqət yetirəcəm? Bunu da tapandan sonra indi biz bilirik ki iti bucaqların cəmi 90 dərəcədir. Düz bucaqlı 3 bucaqlı yazıram. Bucaq A plus bucaq B bərabərdir 90 dərəcə. Mən burada əvəz etmə ilə yazsam, burada alınacaq bucaq A bərabərdir 90 çıxılsın bucaq B. Bucaq B isə bərabərdir 90 çıxılsın bucaq A. Bu əvəz etmələr nəticəsində də biz bu deməli eynilikləri isbat edirik. Yəni eynilikləri çıxardırıq, düsturdan çıxardırıq. İndi sinus A yazmışdıq ki bərabərdir kosinus B-yə. Mən B-nin yerinə gördüm ki 90 çıxılsın bucaq A yaza bilərəm. Ona görə də bir də kosinus B yazmaq əvəzinə yazıram ki kosinus vurulsun B-nin yerinə yazıram 90 çıx bucaq A. Gördüyünüz kimi burada yazdığımın eynisi alındı. Yəni bu da isbatıdır. Artıq uzun digərlərini də yazmaq istəmirəm. Əgər istəsəniz ayrıca qısa bir videoda onların isbatını göstərirəm. Yəni digərləri də eynidir. Yəni eyni məntiqlə isbatını çıxardırıq. Bu da belə. İndi bunu silim. İndi bunu da yazandan sonra keçək indi növbəti eyniliklərimizə. Növbəti eyniliyimiz hansıdır? Deməli, bunu silməyim. Aha, növbəti. Yazıram ki sinus A bərabərdir B bölü C. Bunu da əzbər bilməliyik. Sonra kosinus A bərabərdir A bölü C. Tangens A bərabərdir B bölü A'ya. Növbəti. Sinus B bərabərdir A bölü C. Kosinus B bərabərdir B bölü C. Tangens B bərabərdir deməli A böl B'yə. A böl B. İndi bu da bizim oldu növbəti eyniliyimiz. Bunu da əzbər öyrənirik. Bunu da əzbər öyrənəndən sonra mən burada bir şeyə fikir yetirirəm ki burada buradan yəni bu eyniliklərdən çıxarılan bir bərabərliyimiz var. Gördüyünüz kimi sinus B'yə baxıram. Sinus B ilə kosinus A bərabərdir. Sinus A ilə kosinus B bərabərdir. Sinus A, kosinus B. Daha sonra indi bunun tərsini. Kosinus A bərabərdir sinus B. Kosinus B də bərabərdir sinus A-ya, yəni onun tərsidir. Elə ikisi də eyni şeydir. İndi gəlin bu eyniliklərə əsasən bəzi isbat suallarının izahına baxaq. Birinci isbatımız hansıdır? Deməli birinci. Yazıram tangens A bərabərdir sinus A bölünsün kosinus A. İndi mən bu bərabərliyi isbat edəcəm ki, bu necə alınır, bu niyə doğrudur? Ya da doğrudur mu, niyə doğrudur? İndi sinus A nə idi? B böl C idi. Bayaq da yazdıq. Yazıram B böl C böl. Çünki B böl C-nin elə bir sinus A-nı bölür kosinus A. Sinus A nədir? B böl C. İndi bunu da bölürəm kosinus A. Kosinus A nə idi? A böl C idi. Həqiqətən də bunu bölürəm. B böl C vuranda, deməli böləndə ikinci kəsimiz tərs çevirib vururduq. Yəni C bölünsün A. Burada ixtisarlar gedir və B böl A alınır. Və cavabda nə verilib? Bu B böl A-ya tangens A bərabərdir. Həqiqətən də tangens A-mız B böl A idi mi? Bəli, A idi və bayaq eynilikdə yazmışdım. Videonu da əvvələ çevirib baxa bilərsiniz. Yəni bu da bunun isbatı oldu ki, biz nisbətlərlə yazaraq bunun isbatını vermiş olduq. İndi növbəti isbat sualına baxaq. Elə ən maraqlı isbat sualı məncə budur. Hansı isbata aiddir? Bayaq yazdım ki, sinus A bərabərdir kosinus vurulsun 90 çıxılsın bucaq A eyniliyinə.
aid bir isbat sualıdır. İndi bizim sualımız belədir. Gəlin bu sualı həll etməyə çalışaq. Deməli, ABC üçbucağımız bərabər tərəflidir. EFD üçbucağımız isə düzbucaqlı üçbucaqdır. Y bucağını 90, FD-ni 2, FY-ni isə 1 verib və bizdən istəyir ki, isbat edin ki, sinus bucaq C bərabərdir kosinus bucaq D-yə. İndi, əgər ABC bərabər tərəfli üçbucaqdırsa, hər tərəf 60 dərəcədir. Hər tərəf 60-dır. Və bizə sinus C bərabərdir kosinus D verib. Sinus C nədir? Sinus C, yəni C bucağımız 60-dır. Yazıram sinus C bərabərdir sinus, deməli 60-a. Sonra isə kosinus D verib. Kosinus D-miz isə deməli nəyə bərabərdir? Hələ bunu sonra tapacağıq. Necə tapacağıq? Biz nə öyrəndik? Öyrəndik ki, sinus, yəni A bərabərdir. Məsələn deyirəm, indi sinus C yazaq. Sinus C bərabərdir. C də nədir? 60-dır. Sinus 60 dərəcə bərabərdir kosinus 90 çıxılsın 60. Bunun köməyi ilə kosinusumuzu tapırıq. Sinus 60 dərəcə bərabərdir kosinus 30-a. Kosinus 30. Heç nə, bu da oldu bizim isbatımız. Yəni bu qədər asan idi. Yəni biz dərəcəni bildikdən sonra artıq isbatımızı da verə bilirik. Yəni bu qədər asan. Necə tapdıq? İndi qısaca deyək. Deməli, bərabər tərəfli üçbucaqdırsa, bilirəm ki, hər bucağı 60 dərəcə olur. C bucağı verib deyə bizim sinusda, sinus C verib deyə C 60 dərəcədə aparıb sinus 60 yazdım. Sinus 60 yazandan sonra da mən kosinus D-ni isbat eləməliyəm ki, bunlar bərabərdirlər. Kosinusu tapmaq üçün bayaq eynilik yazdıq. Sinus C bərabərdir kosinus vurulsun 90 çıxılsın C, yəni cəmləri 90 olduğuna görə oradan əvəz etməklə yazırdıq. Və bunu da isbat etmiş olduq ki, bu bərabərlik nədir? Doğrudur və bu da nəyə bərabərdir? Kosinus D bucağına bərabərdir. Bugünkü izahımız isə bu qədər idi. Çalışdığım qədər trigonometriyadan ilkin anlayışları və nisbətləri izah etdim. Bu arada videoların və postların altına çətinlik çəkdiyiniz mövzuları, sualları yazmağı unutmayın və kanala abunə olun. Sağ olun.